Salam, hər vaxtınız xeyir olsun. Sualımızda qeyd edilir ki, 20-ci yüzün əvvəllərində Səfəvilərin iqtisadi inkişafının əsas sərcəvi cəhətləri sənaye istehsalının ümumi həcminə görə dünyada 3-cü yerdə olması, Fransanın iqtisadiyyat, yəni ki, Almanya böyük bir, yəni burada iqtisadi inkişafının əsas sərcəvi cəhətlərini müəyyən edin. Sənaye istehsalının həcminə görə dünyada 3-cü yerdə olması, 20-ci yüzün əvvəllərindən söhbət gedirsə, deməli, təbii ki, Almanya Avropada 1-ci yerdədir, ikinci Böyük Britaniyadır, 3-cü yerdə Fransadır. Amma sonra aviasiya və avtomobil istehsalının sürətlə inkişaf etməsi, bu doğrudur. Deməli, 2-ni biz götürə bilərik, doğrudur. Kapital ixracına görə yalnız Böyük Britaniyadan geri qalması, bunu da doğru kimi götürə bilərik. Dünya ticarətinə görə 1-ci yer tutması yanlışdır, bu ABŞ-a aiddir. Deməli, sualın doğru cavabı 2 ilə 3 variantı olar. Digər bir sualda, deməli, burada sənayenin ümumi inkişafına görə 3-cü yerdə olması yanlışdır. Bunu götürə bilmərik. Ümumi inkişafına görə dünyada 3-cü yerdə olması. Aviasiya və avtomobil istehsalına görə sürətlə inkişaf etməsi doğrudur. 23-cü yüzün əvvəllərinə. Kapital ixracına görə yalnız Böyük Britaniyadan geri qalması düzdür. 2-3 uyğundur. Növbəti sualda baxaq. Osmanlı və Rusiya imperiyasının 1732-ci il tarixinə aid oxşarlıq. Səfəvi dövləti ilə müqavilə imzalanmaları. Səfəvilər dövləti ilə müqavilə imzalanmaları. 1732-ci il. Səfəvilər dövləti ilə müqavilə imzalanmaları. Osmanlı və Rusiya imperiyalarının 1732-ci ildə Səfəvilərlə, məsələn, deyək ki, Kirmanşah və yaxud Rəşd müqavilələri. Doğru cavabımız A variantıdır. Əslində burada A-dır. Çünki Osmanlı, deyirəm, burada Kirmanşah müqaviləsidir, Rusiyada Rəşd müqaviləsidir. Azərbaycan öz aralarını bölüşdürmüşdülər bu dövrdə aralarında. Fransa imperiyasına qarşı ittifaqı yanlışdır. Azərbaycanda tamamilə öz qoşunlarının çıxarılması aid deyil. Uyğun A variantıdır.